Salam əziz şagirdlər, 6-cı sinif ingilis dili kitabından səhifə 68-in izahı. Speaking, danışır. Asking question about the past. Geçmiş haqqında suallar vermək. Birinci tapşırıq. Read and listen to Lizzie asking her uncle some questions. What two means of transport do they talk about? Oxu və qulaq as. Lucia öz əmisinə bir neçə sual verir. Lucia. Uncle Jake, can I ask you some question? Jake əmi, mən sənə bir neçə sual verə bilərəm. Uncle Jake, sure, əlbəttə. Lucia, how did you get to school when you were 10 years old? Sən 10 yaşın olanda məktəbə necə gedirdin? Uncle Jake, I took the school bus. Mən məktəb avtobusuyla gedirdim. Lucia, interesting. Was the journey long? Məsafə uzun değildir. Uncle Jake, no, it wasn't. Xeyr. Lucia, did you ever ride a bike to school? Sən heç məktəbə velosipedlə getmisən? Uncle Jake, no, I didn't. Xeyr, I couldn't ride a bike. Mən velosiped sürə bilmirdim. Lucia, okay, thank you. Oldu, təşəkkür edirəm. Living English 2. Read the dialogue in exercise 1 again. Write the correct expressions in your notebook. Dialogu yenidən oxuyun. Tapşırıq 1-dəki dialogu yenidən oxuyun və dəftərlərinizdə qeydlər aparın. You say when you want to. Check if you can ask question. Sual vermək istəyəndə tapşırıq 1-də qeyd edilir. Can I ask you some question? Mən sənə bir neçə sual verə bilərəm. 2. Agree with something. Nə iləsə razılaşanda? Sure, əlbəttə. 3. Show interest in a conversation. Söhbətə marağını bildirəndə interesting. Lucia deyir, interesting. İndi keçək 3-cü tapşırığa. Listen and check and repeat the expression. Qulaq asın və ifadələri təkrar. 4-cü tapşırıq. Listen to the sentences about Lucia's uncle. Pay attention to the pronunciation of it in the past simple. Deməli, biz Lucia'nın əmsi ilə haqqında olan söhbəti dinləyirik və diqqət yetirik hansı sözlərin sonuna keçmiş zamanda ed artırılır. He worked for a newspaper. O qəzetdə işlədi. He liked his job. O öz sənətini xoşladı. He started his journey in March. He boarded a ship. O deməli mart ayında səyahətə başladı və gəmi ilə səyahət etdi. He traveled to China. O Çinə səyahət etdi. He arrived in May. Mayda çatdı. Listen again and repeat. Yenidən qulaq asıb təkrarlayacaqsınız. 6-cı tapşırıq. Listen to the dialogue again. Then practice with a partner. Dialogu yenidən qulaq asıb öz partnerinizlə, tərəf müqabilinizlə məşq edirsiniz. Yəni bir-birinizə bunları deyirsiniz. Bu kimi dialoq qurursunuz. Role play in new dialogue. Follow the steps. Addım-addım bu deməli izləyəcək həmin bu yeni dialoqu. Interview your partner about how they traveled to school when they were 10 years ago. 10 years old. Interview your partner about how they traveled to school when they were 10 years old. Deməli, öz tərəf müqabilinizə 10 yaşında məktəbə necə gedirdi kimi sualı verirsiniz. Müsahibə alırsınız ondan. Change the words in blue in exercise 1 to write a new dialogue in your notebook. Deməli, biz mətndəki mavi göstərilmiş sözləri öz dialoqumuzda tətbiq edərək dialoq qururuq. Practice your dialogue with a partner. Deməli, partnerinizlə dialoqu məşq edin. Present your dialogue to the class. Sinifdə özünüzün dialoqunuzu nümayiş etdirin. Növbəti səhifəyə keçək. 68-ci səhifə. Reading, oxu. Our Great Train Adventure. Bizim böyük qatar macəramız. 1-ci tapşırıq. Look at the title and the table. Answer the question. Biz öncə mətni oxuyuruq və buradakı suallara cavab
verəcəyik. Suallar bundan ibarətdir. Which three countries did this train go through? Hansı 3 ölkədən keçir? Which four main towns did the train go through? Hansı əsas şəhərlərdən, deməli 4 əsas şəhərin içərisindən qatar keçir? Öncə biz mətni oxuyaq. Visit travel journey and listen. Check your answer to exercise 1. Biz mətni oxuyaq, qulaq asaq və tapşırıq 1-dəki suala cavablar verək. The Trans-Mongolian Express, 21st March. Our trip started in Moscow. It was Tuesday night when we got on the train. There were a lot of people at the station. At 23:45, the train left Moscow. Çərşənbə axşamı mart ayının 21-i. Bizim səyahətimiz Moskvadan başladı. Çərşənbə axşamı biz qatara mindik və stansiyada çoxlu insan var idi. Saat 23:45-də qatar Moskvanı tərk etdi. Wednesday, 22 March. The train stopped in different stations. Çərşənbə günü mart ayının 22-si qatar müxtəlif stansiyalarda dayandı. It was night again when we stopped at Perm. It was famous for its ballet and literary. Deməli, bu həmin gecə biz Permdə dayandıq və o öz baleti ilə, ədəbiyyatı ilə çox məşhurdur. Thursday, 23rd March and Friday, 24th March. Deməli, Cümə axşamı 23 Mart və 25 hours we arrived at Yekaterinburg on the border between Europe and Asia. 25 saat sonra biz Yekaterinburg'a çatdıq və o Avropa və Asiyanın sərhədində idi. Then we traveled across Siberia. Sonra biz Siberiyanın ətrafından getdik. Saturday, 25 March and Sunday, 26 March. Şənbə günü 25 Mart və bazar günü 26 Mart. We stopped at Irkutsk and saw the amazing Lake Baikal. We crossed the Russian-Mongolian border and arrived at Ulaanbaatar, the capital of Mongolia. When we traveled through the Gobi Desert, we saw people on horseback. 5 Mart, Şənbə 25 Mart və 26 Mart bazar günü. Biz Irkutsk'ta dayandıq və orada heyrətamiz Baykal gölünü gördük. Biz Rusiya və Monqol sərhədindən Ulaanbaatara çatdıq. Ulaanbaatar Mongoliyanın paytaxtıdır. Biz ora çatanda Gobi səhrasının içərisindən keçdik və orada at belində insanlar gördük. Monday, 27th March. The train crossed the mountains and we saw the Great Wall. Biz Irkutsk'ta dayandıq və orada heyrətamiz Baykal gölünü gördük. Biz Rusiya və Mongoliyanın sərhədindən keçdik və Ulaanbaatara çatdıq. Ulaanbaatar Mongoliyanın paytaxtıdır. Biz ora çatanda Gobi səhrasının içərisindən keçdik və orada at belində insanlar gördük. Monday, 27th March. The train crossed the mountains and we saw the Great Wall of China. 6 nights and 7 days later we arrived in Beijing. It was a fantastic experience. 27 Mart Bazar ertəsi qatar dağların arasından keçib Böyük Çin səddini gördük. 6 gecə və 7 gün sonra biz Beijingə çatdıq. Bu heyrətamiz bir yol idi. We decided to take the Trans-Mongol Express train to see the small town and the villages of Siberia. We were very excited. Biz qərara gəldik ki, Trans-Mongol Express qatarı ilə kiçik şəhərlərdən və kəndlərdən keçək. Bu zaman Mongoliyanın həmin o kiçik şəhərlərini və kəndlərini gördük. Bu çox heyran edici idi. Həyəcan verici idi. Və biz çox həyəcan verici olduq. Sevindik. There were often people selling food and drink at the station, but we ate on the train.
There were often people selling food and drink at the station, but we ate on the train. There was a Russian restaurant while the train was in Russian and a Mongolian restaurant in Mongolia. Then it changed to a Chinese restaurant in China. We tried a lot of different foods. Biz orada stansiyada çoxlu yemək və içki satan insanlarla tez-tez qarşılaşdıq və qatarda yedik. Rusiya və bir Monqol restoranında Mongoliyada olduq. İsə Çin restoranında olduq və biz müxtəlif qidaların tam dadına baxdıq. Bir də which three countries did this train go through? Russia, Mongolia and China. İkincidə which four main towns did the train go through? Moscow, Yekaterinburg, Irkutsk, Ulaanbaatar. The travel journey again and answer the question. Səyahət haqqında bu mətni yenidən oxuyun və suallara cavab verin. Birinci, where did the journey start? Səyahət haradan başladı? In Moscow, Moskvada. What did they see near Irkutsk? Irkutsk yaxınlığında onlar nə gördülər? Deməli, they saw the amazing lake Baykal. Üçüncü, what did they see in the Gobi Desert? They saw people on horses. Where did the writer eat? They answer the question, which day of the week did they leave Moscow? Tuesday. What was the distance between Yekaterinburg and Irkutsk? 1777 kilometers. How far did they travel from Ulaanbaatar to Beijing? 1356 kilometers. Dördüncü, how many days did it take to get to in Ulaanbaatar? 4 days. How far did they travel from Moscow to Beijing? 7621. Think. Why do some people prefer to travel long distance by train? Do you? Where can you travel to by train in your country? Der ki, niye bəzi insanlar uzaq məsafələrə səyahət edərkən qatarı üstün tuturlar? Səndəmi? Sən öz ölkəndə hara gedəndə qatarla gedirsən, bu tip suallara özün cavab verməlisən. Əziz şagirdlər, ümid edirəm ki, izahım ürəyinizcə oldu. Növbəti 6-cı sinifin növbəti səhifələrinin izahında, növbəti linklərin izahında görüşmək ümidilə sağ olun, salamat qalın. Gələn dərslərdə iş dəftərinin izahını da verəcəm. 5-ci, 6-cı, ümumiyyətlə 11-ə qədər olan, aşağı siniflərdən 11-ci sinifə qədər olan bütün siniflər üzrə sizi maraqlandıran hər hansı suallar olarsa, rəylər bölməsinə yazın. Hər birini cavablandırmağa hazıram. Ümid edirəm ki, ürəyinizcə oldu. Kanalıma abunə olub like atmağı unutmayın. Sağ olun. Bye bye.